Salam balaca rəssamların və rəssamlığa marağı olanlar. Bu günləri dediyim kimi qabiliyyət imtahanı gedirik. Mənim yox, tələbəmin qabiliyyət imtahanı gedirəm. Karandaş falan məndədir. Baxay başımıza nə gəlir. Neyse, sən nə istəyirsən? Mənim imtahanım deyil. Deyir, mənim imtahanım deyil. Vecmə də deyil. Ay bu uşaq izinə verir. Cəmat həyəcan keçirir, mən gedib kameranı neyim sizlə bölüşürəm də. Hop. Kətir çəkirəm. Bilmirəm. Yox, şey edirlər də, yoxlama aparırlar. Yoxlama aparırlar. Sonra içəriyə buraxırlar. Bəli, dostadayıq uşaqlar. Amma hal-hazırda canım, ciyərim, hər şeyim dinlər. İyi açtım. Nədir o? Yaxından çəkdi. Deməli uşaqlar, bir həşərat tapmışıq. Dur onu çəkim mən. Deməli bu nədir? Bu. Bu hərəkət edən bir şeydir uşaqlar, baxın. O baxır. Öyle istəməli ama. Ağlınız var, sevdi oturun. Dersin okumaya, yatın. İşte. Saat neçədir deyim sizə? 11:40. Hələ 20 dəqiqə qalır. 3 saat gözləyir. Yox, belə tuturam mən 3 görürəm əslində. Vəziyyət o qədər ağırdır. Bir reallıq da var ki, həyat çox qəşəngdir. Məktəbin həyatı. Biz niyə o tərəfə getmirik? Mənə o maraqlıdır. Uğurluq edir. Hə, nə yarpağını uğurlayar. Allah qurtarsın diyor. Neydi günah? Dünyada ən pis şey nədir bilirsən? Gözləmək. Çək. Gülür ya, sen ağlayır. Gülür ya, sevmiyor. Və bəli, imtahandan uğurlu nəticə əldə etdi. Hər birinizi təbrik edirəm. İnşallah sizdə də belə müsbət nəticələr olar. Bir sözlə, çəkilən əziyyət yerdə qalmadı. Bəli uşaqlar, artıq imtahan prosesi necə ardıcılıqla getdiyini bu formada video şərh formasında sizə deyəcəm. Deməli biz imtahanın bir yarım saat əvvəl getdik. 9-da imtahan başlayırdı. Biz 9-un yarısı orada olduq, məktəbin həyətində olduq və növbə-növbə uşaqları da içəriyə salıblar yoxlanışdan keçdikdən sonra. Və sonra isə 9-da da imtahan başlayır. Qabiliyyət imtahanı əsasən kolleclərdə 3 saat olur. Alilərdə əsasən də dizayn ixtisasında da 6 saat vaxt olur. Yəni bu saat ərzində tələbəm elə bir yarım saat, yəni 1 saat yarım qurmasına vaxt ayırdı, 1 saat yarım da onun tonlamasına, işləkləməsinə vaxt ayırdı. Məncə biraz qurmaya çox vaxt ayırıb. Məsələn, sizə tövsiyəm odur ki, əgər siz 3 saat ərzində bir natürmortu işləyəcəksinizsə, məncə 1 saat onun qurmağına, ən çoxu 1 saat onun qurmağına kifayətdir. Yəni orada istərsiniz imtahan həyəcanından uşaq elə bir şeylərdir, tələbə tərəddüddə qalır, arxayın olmur. Çünki qurma həqiqətən çox əsas bir şeydir. Və mən tələbənin işini qoyacağım. Burada gördüyünüz kimi o kompavkada düzgün yerləşdirsə də müstəvi ilə, yəni fonu elə bir görürsünüz də nə qədər arada məsafə var. Mən sonradan onu fikir verdim ki, ayda 7 bal almağında məncə ən böyük təsir göstərəcək amillərindən də o idi. Mən özüm də dedim ki, ay gözəlim, sən bunu niyə fikir verməlisən? O da istər-istəməz imtahandır uşaqlar. Çox adi səhvlər adamlar eləyə bilər. Bu çox normal bir şeydir. Əsas məsələ məqbul almalıdır. Və orada elə bir prosesdə necə danışdı mənə. Dedi ki, Nərmə, mən girdim içəri, çox həyəcanlıydım. Və içəri girəndə bizi çox gürəz qarşıladılar. Yəni nəzarətçilərin də təsiri. Yəni istərsiniz qabiliyyət imtahanıdır, bu test imtahanı deyil. Artıq uşaqlara göstərdikləri o hiss, emosiyamı deyim, o da çox təsir edir əslində. Fikirləşin, siz əl işi işləyəcəksiniz. Bir sizi qorxu hədə ilə içəriyə salır, əlin əsir, fərbaşlı bir şey çəkə bilmirsən. Bu da çox təsir edən bir şeydir. Yəni təbəssümlə qarşılayırlar. Bir də Dinar sonradan girib oturma. Tələbəmin ən çox həyəcan keçirdiyi his, yəni mən harda oturacağam? Görürsən, mən oturduğum yerdə onu yaxşı formada görə biləcəkmiyəm, düzgün yerləşdirə biləcəkmiyəm? Yer məsələsində, yəni uşaqlar çox da şeyləməyə ehtiyac yoxdur, həyəcan keçirməyə ehtiyac yoxdur. Əsas məsələ iş o kölgənin yerini təyin edə bilir. Oturun və işləyin. Əsas məsələ odur. İstərsiniz
Mən onu kanaldaşlar üçün dəst olsun, videonun əvvəlində də görəcəksiniz. Hamısını hazır eləmişdik və oturdu, işlədi. Dedi ki, ən axırda da çıxanlardan biri oldum. Tez orada çıxmayın mənası yoxdur. Sənə əgər 3 saat vaxt verilibsə, 3 saat vaxt ərzində də oturub, o sənə verilən tapşırığı yerinə yetirib işləməlisən. Yəni bu formada. Dedi ki, yeməlmə 15 dəqiqə, 20 dəqiqə həyəcan vardı. Ondan sonra artıq rəsmə başlayırsan, artıq qurursan, artıq yerlərini qoyursan. Fikrin artıq fokusun o işdə olur. Həyəcan ondan sonra itir. Və işində də, məsələn, burada yerləşdirmişəm, məqbul aldığı işində də tonlama yerindədir. Sadəcə alt balaca qabı görəcəksiniz. Balaca qabın iki tərəfində də refleks var idi. Şu an refleks yarım kölgə ilə kölgə arasında olan bir ağ xəttdir. Yəni refleks, rəng refleksi deyilən bir şey var. Oradakı ağlığı o qaba əks olmasıdır. Məsələn, bu insanlarda da ola bilər. Məsələn, mən ağ bir palitra götürmüşəm. Bunun yanında məsələn mavi bir şey qoyuram. Bunun rəngi buna da keçir kimi fikirləşin də. Yəni rəng sıçrayır. Onun kimi bir şeydir refleks. Alma bilik yerində sadəcə mən sevmədiyimiz hissə kubun bir damcı əyri olmasıdır. Yəni onun 3 balının kəsilməyi müstəvi üzərində düzgün yerləşdirməyib, bu 1 bal kəsib. Bir də həmin dediyim o əyriliklər, bir də yekun. Bu 3 balının kəsilməyində səbəb odur. Amma əvvələ baxanda 8-lik işdir məncə də. Amma dediyim kimi, əgər müstəvi üzərində düzgün yerləşdirməmisənsə, avtomatik o 2-1 balın getməlidir. Bir də icmalda. İcmalda bir əlişi gördüm və tələbəmiz deyir ki, müəllimə haqsızlıq oldu. Məndən çox zəif işləyən iş yüksək aldım, mən isə aşağı aldım. 4 bal, 5 bal. Burada özünüz də görəcəksiniz. Quzum, ümumiyyətlə işlərinə baxdım, əslində pis deyil. 4-lük işi məncə 5-lik idi. 1 bal məsələn mən oradan kəsməzdim də. Bir də tonlamada, qurmada problemlərim var. Ona görə də bəlkə də bizim gözümüzə yaxşı görünən iş, qeyri-peşəkar baxan insanlar, onların gözünə digərləri, həmin akademik işləyən işlə müqayisə edəndə deyəcək ki, sənin işin daha yaxşıdır. Bəlkə ona görə sən belə fikir yaranıb səndə. Belə şeylərdə çox da, mən özümdə bəzi şeylər var ki, imtahan prosesində o ədalətsizliklər olur. Amma bu işində məncə 4-lük deyil, amma bunu deyim, 5-lik işində, o bir işində də ümumiyyətlə fona fokuslanmışsan, fonu işləmişsən, nə bir fonu əməl başa çıxırmışsan, qabın özündə hərəkət yoxdur, forma yoxdur. Belə də dedim, əl işini göstərim. Uğurlar hər birinizdə inşallah. Ürəyiniz istədiyiniz nəticəni əldə edib məqbul almışsınız. Tələbə adını inşallah qazanarsınız. Qabiliyyət elə bir bizim ən sevdiyimiz mərhələdir. Qabiliyyətin məqbul alıb, buraxılışının nəticəsi ilə də bir yeri seçmək, istədiyiniz yerdə təhsil almaq sizə qismət olsun. İnşallah bu videonun da altında inşallah neçə nəfər məqbul alıb, neçə nəfər qabiliyyət imtahanında iştirak edib bizə deyərsiniz. Çox qəribə bir hiss idi. 6 il sonra mən özümdə qabiliyyət imtahanını tələbələrimlə bir yerdə getdim. Elə bir təzədən imtahan vermiş kimi bir həyəcan keçirdim. İnşallah hər şey yaxşı olar. Hər birinizi çox sevirəm. Digər videolarda görüşənədək hələlik və bunu deyim ki, əgər beyninizdə nə sual varsa kommentdə bildirin, biz də cavablandırarıq.